Artıq mən məcbur intellekt və zəka anlayışının fərqini izah eləməyə çalışacağam. İntellekt biləndir, yəni bilgidir. Zəka düşünəndir, yəni bildiyini düşünəndə intellekt olur zəka. Amma bildiyini sadəcə bilən intellektdir. Yaradıcılıq nə vaxt baş verir? Yaradıcılıq bildiyin düşünəndə baş verir. Yəni yaradıcılıq intellekt hadisəsi deyil, zəka hadisəsidir. Biz informasiya ilə özümüzü kifayət qədər yükləyə bilərik, amma onu zəka faktına, yəni düşüncə faktına çevirməsək, o bilgi olaraq, intellekt olaraq qalacaq. Süni zəka əslində demək, o yaratdığımız o alətə doğru anlayış deyil. O süni intellektdir. O bildiyi şeyi, bizim məsələn bəşəriyyətin indiyə qədər ki əldə elədiyi bilgiləri o bizdən daha sürətlə analiz eləyə bilir, daha çox yaddaşı var, daha uzun müddətli yadında saxlaya bilir, amma bunu zəkaya çevirə bilmir.